Bugün də Koroğludan bir nağıl oxuyaq. Koroğlu ilə Aşıq Cünun. Koroğlu ilə Aşıq Cünun. Bir gün Koroğlu qıratını minib gədiyi kəsmişdi. Bir karvanın ona tərəf gəldiyini gördü. Karvan böyük bir dəstə idi. Koroğlu gözlədi. Karvan gəldi yetişdi. Koroğlu karvanın qabağını kəsdi. Bac verməklərini söylədi. Karvandakı adamlar Bəziryanbaşı Koroğlunu tək görüb ona bac vermək istəmədilər. Bu zaman aldı Koroğlu, görək nə dedi. Gəl sənə söyləyim Bəziryanbaşı, gəlmişəm səndən bac alam gedəm. Dağdam karvanın, tökəm malını, gəlmişəm səndən bac alam gedəm. Polad şəmşir ilə əzəm başını, axıdam gözünün qanlı yaşını. Cida ilə ölçərəm al qumaşını, nəqdin də olmasa vəcalam gedəm. Koroğluyam sarp qayadan atıllam, harda dava olsa orada tapıllam. Ac qurd kimi cümlə nizə təpilləm, ortadan olmasa o calam gedəm. Bəzirganbaşı karvanını çəkib getmək istədi. Koroğlu əvvəl qoğğa salmaq fikrində deyildi. Davasız, şavasız bac alıb getmək istəyirdi. Belə görüb acıqlandı. Bəzirganbaşının üstünə çığırıb aldı, görək nə dedi. Almamış al qumaşını, buraxmam səni Bəzirgan. İçib doymamış qanını, buraxmam səni Bəzirgan. Tutubsan yükünü uca, sənsən tacir başı xoca. Mətanı soymayınca, buraxmam səni Bəzirgan. Meydanda şeşpər atmamış, qolların dalda çatmamış, qırat döşünə qatmamış, buraxmam səni Bəzirgan. Harda tutdun sorağı, al eylədin qanlı yağı. Sinənə çəkməmiş dağı, buraxmam səni Bəzirgan. Qoç Koroğlu istər xarac, igid-sənsə gir meydan aç. Malını eylərəm tarac, buraxmam səni Bəzirgan. Koroğlu söz ilə dediyi kimi dil ilə də dedi. Bəzirganbaşı karvanı öz xoşunla çənli belə çək, yoxsa zorla aparacağım. Karvanda yaraqlı adamlar vardı. Koroğlu ilə dava eləyəsi oldular. Bu vaxt Koroğlu misri qılıncı çəkdi. Qıratı Coğlana gətirdi. Karvana hücum eylədi. Sağdan vurdu, soldan çıxdı. Soldan vurdu, sağdan çıxdı. Karvan əhlini əldən ayaqdan saldı. Qırata döşlətdi. Adamlı, qatırlı, düz çənli belə gətirdi. Dəlilər qabağa çıxdılar. Tayları döşürtdülər. Sandıqları əndirdilər. Al qumaşı cida ilə bölüşdürdülər. Bu talan zamanı Koroğlu böyük bir sandıq ağzı açdı. Gördü sandığın içində bir aşıq saxlanıbdır. Koroğlu dedi, Bəzirganbaşı bu kimdir? Niyə sandığa salmısan? Bəzirganbaşı dedi, Koroğlu, bu Aşıq Cünundur. Mənim aşığımdır. Bu gələndən bəri mənim dövlətim gündən-günə aşıb daşır. Sən karvana hücum eləyəndə onu sandıqda gizlətdim ki, malım dövlətim getsə də Aşıq Cünun ələ keçməsin. Koroğlu dedi, Aşıq Cünunu yanımda saxlayacağım. İgidliklərimə, görsətdiyim hünərlərə baxsın. Dastanlar qoşsun, mahnılar düzəlsin. Çalsın, oxusun, kefimi açsın. Karvanbaşı karvanını çəkib çıxdı getdi. Aşıq Cünun o gündən Koroğlunun aşığı oldu. Koroğlu Aşıq Cünunu istədiyi yerlərə göndərirdi. Aşıq Cünun gedirdi. Şəhərləri, oymaqları gəzirdi. Harda bəlli gözəl, qoçaq, igid görürdü,
gəlib Koroğluna xəbər verirdi. Koroğlu ya özü gedirdi, ya da dəlilərini göndərib gətirtdirirdi. Beləliklə Aşıqçunun ömrü boyu Koroğlunun yanında qaldı. Ona xidmət göstərdi. Məclislərində oxudu, çaldı, çağırdı. Söyləyəni Aşıq Ali, Qazax 1938.